Salam uşaqlar, bugünkü dərsimiz üzgüçülük inkişaf tarixidir. Üzgüçülük və təlim metodikası fənni öyrənən bədən tərbiyəsi və idman üzrə mütəxəssislər üçün bu tarixi bilmək vacibdir. Fənnin tarixi olmadan fənnin nəzəriyyəsi də yoxdur. Nəzəriyyə olmadan fənn haqqında fikir söyləmək olmaz. İnsan da su, ibtidai insanlar. İnsan yer üzərində yaşadığı zamandan bəri həmişə su ilə sıx əlaqəli olub, su ibtidai insanların həyatında çox böyük mahiyyətə malik olmuşdur. Bu da təbiətdə mübarizədə hələ zəif olan insana qorxu və sitayiş hissi təqdim edən bu unsurun lahiləşdirilməsinə səbəb olmuşdur. Suya sitayiş ən qədim zamanlardan bəri demək olar ki, bütün xalqlarda olduğu kimi suyun insanların həyatında böyük rolu onu bu mühitlə alışmağa tələb edirdi. Axı hazırlığı olmayan insan ilk dəfə suya düşəndə boğula bilər, bata bilər. Ona görə də üzgüçülük su mühitində mənimsənilmə və ondan hərəkət etmə bacarığı ilə bağlı olan həyatı mühüm bir vərdişdir. Azərbaycan xalqının üzmə sənəti. Azərbaycan xalqının qədim keçmişindən başlayaraq üzmə sənəti fiziki tərbiyənin dəyərli bir növü kimi xalqın ümumi mədəniyyəti ilə sıx bağlı olmuşdur. Kür və Araz çayları ətrafında, Xəzər dənizi sahilində və sair təbii su sahələrinin kənarlarında yaşayan əhali təbii şəraitlərə qədər olaraq daima su ilə əlaqədar olub, təbii fəlakətlərinə qarşı mübarizə aparmalı olublar. Həmin yerlərdə əhalinin əksəriyyəti balıqçılıq edir və buna görə də üzmə yaxşı bacarır. Müxtəlif üzmə üsullarından istifadə edilirdi. Üzmə sənətinin hərbi tətbiqi. Bir çox tarixi məlumatlardan və yazılardan aydın olur ki, Azərbaycan yadelli işğalçılara qarşı mübarizədə üzməkdən hərbi fəaliyyət kimi istifadə edir və qalib gəlirdilər. 7-ci əsrdə Azərbaycanda yaşamış tarixçi Moysey Azərbaycan xalqının qəhrəman oğlu sərkərdə Cavanşir haqqında yazılarından Azərbaycanlıların üzmə sənətinin nə dərəcədə məharətlə bacarıqlı aydın görmək olur. Cavanşir İran işğalçılarına qarşı mübarizədə su maneələrini dəf etməyə çox gözəl bilirdi. Deməli, Moysey Cavanşir haqqında Cavanşir haqqında yazırdı ki, o öz Cavanşir öz dəstəsi ilə İranların qarşısına çıxıb bir düşmən dəstəsini qırdı və cəld Kür çayını keçərək başqa düşmən dəstəsini dağıtdı. Böyük qoşun hissələrinin su maneələrinin asanlıqla üzüb keçməsi Azərbaycanda başqa idman növü ilə bərabər üzgüçülüyün də inkişaf etdiyini aydın göstərir. Üzgüçülüyün idman növü kimi inkişafı. Qədim Azərbaycanda üzgüçülərdən təsadüfən və hərbi işlərdə istifadə etməsinə baxmayaraq, üzgüçülüyün idmanın bir növü kimi inkişafı yalnız Birinci Dünya Müharibəsində bir neçə il əvvəl başlayır. Bu onunla izah olunur ki, inqilabdan əvvəlki Azərbaycan hakimiyyəti üzgüçülüyün böyük əhəmiyyətini anlamır, əhalinin fiziki inkişafı və hərbi əməli hazırlığı üçün belə dəyərli idman növünə çox da fikir
vermirdi və istifadə etmirdilər. Gənclər arasında üzməyi yaxşı bacaran çox az idi. Üzgüçülük sahəsində bəzi yüksək nəticələr göstərdikdə isə onlara fikir verilmir, təsadüfi bir hal kimi baxılırdı. Bu da onu göstərir ki, müharibədən əvvəl üzgüçülüyə çox böyük rol verilmirdi. Azərbaycanda üzgüçülüyün inkişafı. İlk üzgüçülük yarışları 1912-ci ildə başda keçirilmişdi. Bu yarışlarda Leonid Romaşenko 42 kilometr məsafəni 24 saat 10 dəqiqə üzərək üzgüçülüyün beynəlxalq miqyasda göstərilən ən yüksək nəticələrini geridə buraxmışdır. Lakin Romaşenkonun bu parlaq qələbəsina heç bir əhəmiyyət verilmiş. Sovet hakimiyyəti dövründə üzgüçülüyün inkişafı. 1920-ci ildə Azərbaycan keçmiş Sovet hakimiyyətinin qurulması ilə xalqımızın həyatında böyük mənəvi, siyasi, ictimai, tarixi dönüş yarandı. Sovet hakimiyyətinin ilk illərindən başlayaraq Respublikamızda bədən tərbiyəsi və idmanın inkişafına böyük fikir verildi. 1928-ci ildə Ümumi İttifaq Spartakiyadasında Bakı üzgüçüləri öz məharət və bacarıqlarını nümayiş etdirdilər. Spartakiyadada Bakılı Makarov Zaqafqazanın ən qüvvətli üzgüçüsü adını aldı. Bakı komandası isə Rusiya və Ukraynadan sonra 3-cü yerə çıxdı. Bakıda dəniz kənarında bir çox su stansiyaları tikildi. Resnik, Gorniyak, Vodnik, Avtomotor və sair idman cəmiyyəti yaranmağa başladı. Üzgüçülük texnikasının yüksədilməsi. Spartakiyadada üzgüçülərimizə çox şey öyrətdi. Azərbaycan üzgüçüləri, görkəmli Sovet idmançıları, Şunin, Kitayev, Alyoshina və başqaları üzmə texnikasını mənimsəyərək Respublikamızda üzgüçülük texnikasının yüksədilməsinə nail oldular. Respublikamızda krol üzmə üsulu inkişafa başladı. Bütün ölkələrdə olduğu kimi Azərbaycanda da krol üzmə üsulu geniş inkişaf elədi. Krol üzmə üsulu bildiyiniz kimi ən sürətli üzmə üsuludur. Bu krol üzmə üsulunda idmançımız, Bakılı idmançımız Cahangirov krol üzmə üsulu ilə üzməkdə xüsusi gözəl nəticələr göstərmişdir. Artıq 1930-32-ci illərdə əsas üzmə üsulu krol sayıldığından yarışlar və suda top oyunu böyük idman marağı oynanılmağa başladı. Üzgüçülük inkişafı üçün şəraitin yaradılması. Gündən-günə təqdim edib çiçəklənən Respublikada bədən tərbiyə və idmanın inkişafı üçün dövlət tərəfindən çox vəsait buraxılırdı. 1933-34-cü illərdə Bakıda Nizami adına Mədəniyyət və İstirahət Parkında Sovet İttifaqının ən yaxşı su idman hovuzlarından biri tikilib başa çatdırıldı. Həmin ildə birinci dərəcəli Vodnik və Dinamo su stansiyası tikildi. Bakı Dəniz klubu açıldı. Bədən tərbiyəsi və idmanın inkişafı üçün hər cür şərait yaradıldığından bütün kollektiv və cəmiyyət belə üzgüçülüyə maraq göstərməyə başladı və məşğul olurdular. Üzgüçülük məktəblərinin arasında da geniş yer almışdı. 1930-cu ildə Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin xüsusi qərarına əsasən Bakı Uşaq Dəniz Donanmasında və bir çox könüllü idman cəmiyyətlərində uşaq üzgüçülük məktəbləri açıldı. Azərbaycan çempionatı və rekordçuları olan Zabelin, Deryabin,
Talışxanov və başqa üzvçülər bu məktəbin yetirmələrindəndir. İlyas Talışxanov suya tullanma üzrə Respublika və Bakı birinciliyi uğrunda keçirilən yarışlarda iştirak edib, dəfələrlə Azərbaycan çempionatını almış və ona tərifnamələr təltif olunmuşdur. Şəhər və Respublika birinciliyi. Respublikamızda üzvçülük idmanın inkişafı ilə əlaqədar olaraq Bakıda hər il şəhərin və Respublikanın birinciliyi uğrunda habelə ənənəvi Tiflis-Bakı üzvçülük yarışları keçirməyə başladı. Daha doğrusu keçirildi. Üzvçülük idmanın inkişafı. Bu yarışlarda Respublikamızın güclü üzvçüləri üzmə sahəsində yüksək nailiyyətlər əldə edirdilər. 1931-36-cı illərdə Bakıda Zaqafqaziya Bədən Tərbiyəsi İnstitutunun açılması yüksək ixtisaslı bədən tərbiyəsi müəllimlərinin hazırlanmasında böyük işlər görülmüşdür. Bu institutun yetişdirmələrindən olan Sostavkin, Karakeylova, Deyko və başqaları Respublikamızda su idmanının inkişaf etdirilməsində böyük xidmətləri olmuşdur. Üzvçülüyün inkişafı. Bütün bunlar nəticəsində Azərbaycanda su idmanı, xüsusilə üzvçülük xeyli inkişaf edib, yüksəklərə qalxdı. Böyük Vətən müharibəsi su idmanının bacarmağın nə qədər vacib olduğunu aydın göstərdi. Vətən müharibəsi illərində Azərbaycan üzvçüləri tərəfindən 56.000 nəfər artıq zəhmətkeş döyüşçü su idman sahəsində mükəmməl hazırlandılar. Müharibədən sonraki illər. Müharibədən sonraki illər, yəni 1945-ci Respublikamızda su idman və üzvçülüyün yeni yüksəlişi illəri oldu. Bu dövrdə Azərbaycan üzvçüləri suda top oynanılan SSR birinciliyi uğrunda bir sıra yarışlarda iştirak edərək görkəmli qələbələr qazanmışdır. Azərbaycan idmançıları üzvçülük və suya tullanma üzrə 1946-cı ildə SSR birinciliyi uğrunda keçirilən yarışlarda 16 yerdən 7 və 8-ci yerləri, 47-ci ildə keçirilən yarışlarda isə 18 yerdən 6-cı yerləri tutmuşdular. Azərbaycan Gürcüstan idmançıların yarışlarında Respublikamızın üzvçülərinin əksəriyyəti birinci yerləri qazanmışdılar. Marafon yarışı. 1949-cu ildə iyulun 22-sində Ulyanovski vilayətində keçmiş SSR Hərbi Dəniz Donanması gününə həsr edilmiş Volqa çayı ilə 150 km məsafəyə marafon üzrə yarışın startı verildi. Bu yarışda ölkənin ən görkəmli üzvçüləri ilə birlikdə Bakının Vano Strua adına gəmi təmir zavodunun çilingəri Aleksandr Kozevdə iştirak edirdi. İstehsalat tapşırıqlarını müntəzəm olaraq 170-200% yerinə yetirən bu çilingər 150 km məsafəni 27 saat 23 dəqiqə 43 saniyə üzərək Sovet İttifaqı çempionatı adını almışdır. Əməkdar idman ustası. Əməkdar idman ustası Bakılı Kozirev ölkənin vaxtilə ən yaxşı üzvçülərdən biri sayılırdı. Azərbaycan üzvçüləri keçmiş SSR birinciliyi uğrunda bir sıra yarışlarda iştirak edib görkəmli qələbə qazandılar. Azərbaycan idmançıları üzvçülük və suya tullanma üzrə 1946-cı ildə SSR birinciliyi uğrunda keçirilən yarışlarda 16-cı yerdən 7-8-ci yerləri, 1947-ci ildə keçirilən 18 yerlərdən 6-cı yerləri tutmuşlar. Azərbaycan Gürcüstan idmançılarının yarışlarında Respublikanın üzvçüləri əksəriyyəti birinci yeri qazanmışdılar. Üzvçülüyün beynəlxalq miqyasda inkişafı. Üzvçülüyün bütün dünyada şöhrəti onun olimpiya oyunlarına daxil edilməsi və üzvçülüyün milli ittifaqlarının
İttifaqlarına birləşmə cəhdləri 1908-ci ildə üzvçülüyün Beynəlxalq Həvəskarlar Federasiyası yaradılmasına gətirib çıxartdı. Üzvçülük kütləvi inkişafı 1931-ci ildə ölkənin su nəqliyyatının inkişafına yardım və SSR-in su yollarında insanların həyatının müdafiəsi cəmiyyətinin yaranmasına kömək etdi. Diqqətiniz üçün təşəkkürlər.